Çernipol vilayəti Ukraynanın 24 vilayətindən biri. Bu vilayət 4 dekabr 1939-cu ildə vilayət statusu alır. Vilayətin böyüklüyü təxminən 14.000 kvadrat kilometrdir. Bu vilayətdə təxminən 1 milyon adam yaşayır. Vilayətin əsas gəlir yerlərindən biri isə kənd təsərrüfatıdır. Bura taxılçılıq, şəkər çubuqları, günəbaxan tumları üçün çox əlverişli bir torpağa malikdir. Həmçinin burada heyvançılıq da yaxşı inkişaf elətdirilibdir. Vilayət həm də çox gözəl kənd təsərrüfatları düzəldilir bu vilayətdə. Belə ki, burada süd, qatıq, şor, yağ və digər süd məhsulları düzəldilir. Bunlar da vilayətin iqtisadiyyatı üçün çox vacib rol oynayır. Həmçinin bu vilayətin gəlir yerləri turizmlə də asılıdır. Lakin son vaxtlar müharibəyə görə buranın turistləri aşağı düşübdür. Yəni əvvəlki kimi bura çox turist gəlmir. Buranın inzibati şəhər mərkəzi Çernipol şəhəridir və bura 16-cı əsrdə salınıbdır. Həmçinin bu vilayət şimalda Rovnenska vilayəti ilə, şərqdə Xmelnitskaya, cənubda Çernevitskaya, cənub-qərbdə İvano-Frankovskaya, şimal-qərbdə də Lvov vilayəti ilə həmsərhəddir.